də, bilməməzliyin də üzürlü və üzürsüz tərəfləri barəsində danışdıq. Hansı ki, onların bəzi tərəfləri üzürlüdür. Adam Sovet dövründə yaşayıb, 70 il Sovet dövründə yaşayıb. Bu qədər geniş imkanlar olmayıb insanların hidayət olmasına. Məscidlər bağlı olub, yalnız Bakı şəhərində bir neçə məscid açıq olub. Din tam məhdudiyyət içərisində olub, cəmaət dindən danışmağa qorxub, çəkinib və hətta Şeyx Səduqun bir əsəri var, bir kitabı var. Səvabul əmal, iqabul əmal, bu cürdür. Əməllərin savabları və əməllərin cəzası, iqabul əmal. Orada bir hədis buyurulur Peyğəmbər sallavatullahdan ki, insanlar bir lə iləhə illallah kəlməsi deməklə cənnətə daxil olacaqlar. Namaz qılmayıb, oruc tutmayıb. Var tarixdə elə insanlar. Namaz qılmayıb, ya fürsətləri olmayıb qılmayıb namaz. Oruc tutmayıblar. Bir kəlmə-i şəhadət deyiblər, şəhid olublar, cənnətə daxil olublar. Peyğəmbərimiz Xeybər qalasını fəth edən zaman bir çoban var idi. Bu həmin çoban o qalada yaşayan cəmaatın qoyunlarını otarırdı. Çobana tapşırırlar ki, bu tərəflərə bir nəfər gələcək, peyğəmbərlik iddiası edir. Onun sözünə qulaq asmayın. Çoban gəlir, görür müsəlmanları və xəbər alır, Peyğəmbər sallavatullahla tanış edirlər. Deyir, mənə sizin barənizdə xəbər veriblər. Siz nə peyğəmbərsiniz? Hansı peyğəmbərsiniz? Nədən danışırsınız? Peyğəmbər sallallahu İslam dini barəsində danışır ona. Bu adamın din xoşuna gəlir. Deyir, mən qəbul edirəm İslam dini. Nə etmək lazımdır? Kəlmə-i şəhadət. Əşhədu ən la ilahə illallah. Şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. Adam İslam dinini qəbul edir. Peyğəmbərimizə buyurur ki, Peyğəmbər, bu qoyunlar da mənim əlimdədir. Ver müsəlmanlar özlərinə yeməyi hazırlasınlar. Peyğəmbərimiz buyurur ki, yox, bu onların haqqıdır. Qaytar onları malıdır. Adam heyvanları ötürür düşmən tərəfə